Salamlar, əziz abituriyentlər. Hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi imtahana sayılı günlər qalıb. İyun ayının 7-sində deməli 4-cü ixtisas qrupu üzrə birinci cəhd olacaq və sayılı günlərimiz qaldığı üçün mən abituriyentlərə çoxsaylı sınaq və testlər işləməyi tövsiyə edirəm və bu gün mən sizə bir sınaq hazırlamışam və bu sınağın üzərində izah verəcəm. Ümid edirəm ki, sizlər üçün faydalı olar. Hansı hissədə, hansı deməli, mövzuda çətinliyiniz varsa, siz şərhlərdə yazın. Mən də buna uyğun olaraq, müvafiq olaraq qısa konspektlər və yaxud da qısa bir izahlar paylaşım sizinlə. Birinci sual. Cədvələ əsasən x-in qiymətini tapın. Hüceyrə verilib bizə ziqot, baş verən uzunluğa bölünmələrin sayını verib 4, blastomerlərin sayını soruşur. Ziqot bir hüceyrəlidir bildiyimiz kimi. Mitoz yolla əvvəlcə uzunluğa bölünür 2 blastomer, sonra yenidən uzunluğa 4 blastomer və nəhayət eninə və uzunluğa bölünmələr bir-birini əvəzləyir. Eninə bölünür 8, uzunluğa bölünür 16, eninə bölünür 32, uzunluğa bölünür 64 blastomer. Gəlin fikir verək. Burada fikir versinizsə 1, 2, 3, 4 uzun çubuq çəkdim. Bunu uzunluğa bölünmələri işarələmişəm. 4 uzunluğa bölünmə baş verdi və nəhayətində 64 blastomer əmələ gəldi. Deməli, burada bizim cavabımız olacaq B variantı. Sonra ikinci sual. Gametogenezin hansı mərhələsində konjugasiya prosesi baş verə bilər? Gametogenez qametin əmələ gəlməsi prosesidir. Burada 3 mərhələ var. Birinci mərhələyə biz çoxalma mərhələsi deyirik. Hansı ki, burada hüceyrə mitoz keçirir. Mitozda isə konjugasiya olmaz. İkinci böyümə mərhələsidir. Böyümə mərhələsində interfaza baş verir sadəcə, bölünmə olmur. Üçüncü isə yetişmə mərhələsidir. Yetişmə mərhələsində hüceyrə meyoz keçirir. Meyoz 1-in profazasında biz həm konjugasiya, həm də Krasingover görə bilərik. Konjugasiyanı həmişə görürük. Krasingover isə gen sahə mübadiləsi baş verə də bilər, verməyə də bilər. Deməli, burada cavabımız olacaq yetişmə. Baxaq növbəti tapşırığa. Verilənlərin neçəsində nuklein turşularına rast gəlinir. Əziz abituriyentlər, bildiyimiz kimi xloroplast və mitoxondri kimi iki membranlı orqanoidlərin öz-özünü törətmək qabiliyyəti var. Onların DNT-si var, öz zuallarını da hazırlayırlar, çünki ribosomları da var və deməli RNT-ləri də var. Deməli, həm xloroplastı, həm də mitoxondrini götürəcəyik. Lizosom və Golgi kompleksində isə heç bir nuklein turşusuna rast gəlinmir. Nuklein turşusu deyəndə biz həm DNT-ni, həm də RNT-ni nəzərdə tutduğumuza görə ribosomda ribosom RNT-si olacaq. Xromosom tərkibi nədən ibarətdir? DNT plus zülal, histon zülalından. Deməli, xromosomu da götürürəm. Bir də nüvədə var. Nuklein turşuları, məsəl üçün, ekariot orqanizmlər DNT-si ilə nüvədə yerləşir. Deməli, burada 5 cavabı doğru cavab olacaq. Sonra 4-cü sual, ifadənin qiymətini bizdən soruşur. Qarıncıq buğumlarının maksimum sayı həşəratlarda. Həşəratlarda qarıncıq buğumlarının sayı bildiyiniz kimi 5-11 arası dəyişir. Deməli, maksimum deyirsə 11 götürəcəyik. X-in qiyməti oldu 11. Plus Y-ə baxaq. Döş buğumlarındakı nəfəsgah sayı. Bildiyimiz kimi bütün həşəratların cəmi 1, 2, 3. 3 döş buğumu var. Birinci döş buğumunda nəfəsgah olmaz. Digər 2 döş buğumun hərəsində 2 ədəd nəfəsgah var. Bütün həşəratların döş buğumlarında cəmi 4 nəfəsgah stigmaya rast gəlinir. Hərəkət orqanlarının minimum sayı. Hərəkət orqanları deyəndə biz həm uçmağa xidmət edən qanatları nəzərdə tuturuq, həm də yeriməyə xidmət edən yeriməyaqları nəzərdə tuturuq. Minimum sayı olacaq 6. Belə ki, bütün həşəratların 6 ədəd yerimə orqanı var, yəni ətrafları var. Və bu elə həşəratlardır ki, bit 1-ə kimi onların qanatları yoxdur. Onda hərəkət orqanlarının minimum sayı 6 olur. X-in üstünə Y gələk, yəni 11-in üstünə 4 gələk, eləsin 15, çıxaq 6, eləsin 9. Burada cavab olacaq Y variantı. Növbəti sual, hansı bənddə uyğunluq pozulmuşdur? Belə bir sual qəbula da düşüb. Bununla bağlı, ümumiyyətlə, vəzlərlə bağlı mənim YouTube-da izahım var, zəhmət olmasa onu izləyin. Epifizin kəllə boşluğunda yerləşdiyini bilirsiniz. Onun hormonu melatonin hormonudur, yuxu gətirir. Qalxanabəzər ətrafın hormonu parat hormondur, kalsium fosfor mübadiləsini tənzimləyir. Timus vəzi çəngələ bənzər vəzi də adlanır. Onun hormonu timozindir. Trioksin qalxanabənzər vəzin hormonudur. Burada cavab elə C variantıdır. Beləküstü vəzin hormonu adrenalindir. Hipofizində hormonu, böyümə hormonu somatotropdur. 6-cı, turp və noxud bitkiləri barədə, bitkilərində bərabər sayda çiçək var. Əvvəla baxaq, turpun xaç çiçəklər olduğunu bilirik. Onun çiçək düsturu K4, L4, Y4 plus 2, yəni 6-dır, D də 1-dir.
Deməli, erkəkçik sayı bir çiçəkdə 6 ədəddir. 60 erkəkçikdən turpda söhbət gedirsə, 66-ya bölürük. Burada 10 çiçək var. Və şərtdə bizə deyir ki, turpla noxudun çiçək sayı eynidir. Deməli, noxudun da 10 çiçəyi var. Noxud isə paxlalıdır. Noxudun çiçək düsturu K5 mötərizədə L3 plus 2, 3 sərbəst, 2 bitişik ləçək, Y9 bitişik, 1 sərbəst erkəkçik, D1. Və bu ləçəklər barəsində biz danışmalıyıq, çünki bizim işimiz bundandır. 3 ləçəyin hansılardır? 1 yelkən var sərbəst ləçəkdən, 2 avar var. Deməli, avarların sayı 2 ədəddir bir çiçəkdə. Hətta burada bu 2 ləçək birləşir. 2 bitişik ləçək. Bitişik olanda 2 dənə götürülür bir çiçəkdə. Deyirik ki, 2 bitişik ləçək var. Amma bitişərək nə əmələ gətirir? Bir qayıqcıq. Deməli, bir çiçəkdə bir qayıqcıq olur. Bununla bizim işimiz yoxdur. Bizim işimiz avarlandır. Bir çiçəkdə 2 sərbəst avara rast gəlirik. Deməli, 10 çiçəkdə də bizdə, çünki noxudun 10 çiçəyi var. 10 çiçək, noxuddakı avarların sayını soruşduğu üçün onu vururuq 2-yə, cavab burada eləyir 20. Sonra 7-ci sual. Doğru cavabı seçin. Şəkildəki canlı ilbizdir. Ürəyi 2 kameralıdır. Bəli, düzdür. 2 kameralıdır. Ağciyər tənəffüs edir. Suda yaşasa da, bəli. Saatda 7-9 dəfə suyun üzərinə çıxırlar. Hermafroditdir. Bəli. Hermafrodit sayılır. Qapalı qan damar sisteminə malikdirlər. Qapalı qan damar sistemi, xeyr, bunlarda mollyskları da əksəriyyətində açıq qan damar sistemidir, hamısında yox. Deməli, baş ayaqlarda qapalıdır. Malpighi borularına malikdir. Bu ancaq boğmayaqlarda olur. Dolayı yolla inkişaf edir. Xeyr, çünki ilbizin mayalanmış yumurtasından kiçik çanaqlı, zərif çanaqlı ilbizlər çıxır. Uşaqlar, burada cavab əslində 1, 2, 3-dür. Mənə elə gəlir, bunu variantda qeyd eləməmişəm. Olsun A variantı. Deməli, 8-ci sual. Yanlış fikri göstərin. Göl qurbağasının fərdi inkişafı zamanı hiss orqanlarının sayı azalır. Bəli, onun sürfəsi olan çömçə quyruqda əvvəlcə yan xətt orqanları da olur, sonra yekun qurbağada olmur. Deməli, azalır. Tənəffüs sistemi, azalır, düzdür də, biz səhvi götürəcəyik. Tənəffüs sistemi orqanı dəyişir. Bəli, əvvəlcə qəlsəmə olur, sonra ağciyər. Ətrafların sayı artır. Bəli, ətraf get-gedə arxa ətraflar, sonra ön ətraflar yaranır. Qan dövranının sayı artır. Bəli, çömçə quyruğun bir qan dövranı olur, sonradan yetkin qurbağada 2 qan dövranı olur. Ürək mədəciklərinin sayı artır, fikri səhvdir. Niyə? Çünki çömçə quyruğun ürəyi 2 kameralıdır. Bir qulaqçıq və bir mədəcik. Deməli, sürfəsi üçün. Qurbağanın özünün də ürəyi 3 kameralıdır. 2 qulaqçığı var, bir mədəciyi. Mədəcik sayı həm çömçə quyruqda, həm də, baxın, sürfə, yetkin, burada yazaq yetkin. Həm özündə, həm sürfəsində mədəcik sayı 1 ədəddir. Artmır. Deməli, cavab olur Y variantı. Siyahıda neçə dəstənin nümayəndəsi verilib? Daraqlı triton, suda qurda yaşayanlardan quyruqlar dəstəsinin nümayəndəsidir. Bu bir dəstə kimi seçək burada. Hatteriya aiddir. Deməli, sürünənlərdən dimdikbaşlar dəstəsinə yeni dəstədir. İşarə eləyək. Çirkə aiddir sümüklü balıqlardan siyənək kimilər dəstəsinə 3. Buqələmun aiddir deməli sürünənlərdən pulcuqlar dəstəsinə ilanla, kərtənkələ ilə bir yerdə, hələ ki təkrarçılıq yoxdur, 4. Balkan proteyi aiddir daraqlı tritonla eyni dəstəyə. Bunu üstünə xətt çəkim. Niyə? Çünki burada bir kimi bunu qeyd eləmişəm artıq. Ağac qurbağası isə quyruqsular dəstəsinə aiddir. Bu quyruqsular dəstəsinin adını çəkmədiyim üçün az öncə bunu da burada götürürəm 5 olaraq. Yəni 5 dəstənin nümayəndəsinin adı burada verilib. Deməli, xanı balığının onurğa sütununda göl qurbağasının boyun, gövdə və olma şöbələri fəqərələrinin cəmi qədər quyruq fəqərəsi olarsa, göl qurbağasında boyun fəqərəsi sayı 1 ədəddir, gövdə 7-dir. Yazmır. Omada 1-dir. Cəmi 9 fəqərə var. Əgər xanı balığının 9 dənə quyruq fəqərəsi var deyir. Xanı balığının quyruq fəqərəsi bu qədərdir. Onda xanı balığın maksimum nə qədər qabırğası var? Xanı balığında fəqərə sayı 38-42 arası dəyişir. Maksimum qabırğa sayını tapmaq üçün maksimum gövdə fəqərəsi çıxarmalıyam. 42 ədəd ümumi qabırğadan 9 ədəd, daha doğrusu ümumi fəqərədən üzr istəyirəm. 42 ədəd bu fəqərə sayıdır 38-42. 42 ədəd ümumi fəqərə, onurğa sütunu fəqərəsindən 9 ədəd quyruq fəqərəsini çıxaramsa, burada cavab 30, neçə edir bu? 33 eləməlidir. 33 ədəd
qalan gövdə fəqərəsidir. Bir də qısaca üstündən keçim. Xanı balığının ümumi onurğa sütunu fəqərəsi 38-42 arası dəyişir. Biz tapdıq ki, onun quyruq fəqərələri 9 ədəddir. Maksimum qabırğa çıxarmaq üçün maksimum gövdə fəqərəsi tapmalıyıq. Çünki hər gövdə fəqərəsində 2 qabırğa birləşir. Ümumi fəqərə sayını çox götürək, maksimumdan götürək, çıxaq quyruq fəqərəsini, versin gövdə fəqərəsinin sayını. Və hər gövdə fəqərəsində 2 qabırğa birləşdiyi üçün cəmi 66 qabırğadan söhbət gedir. Burada cavab D-dir. 11-ci sual. Verilən damarlardan hansı kiçik qan dövranına aiddir? Gəlin baxaq kiçik qan dövranı. Deməli, bağırsaq venası böyük qan dövranına aiddir. Yuxu arteriyası böyük qan dövranı, bazo arteriyası böyük, qarın aortası böyük qan dövranı, ancaq ağciyər arteriyası ürəkdən qanı, venoz qanı ağciyərə aparayan damarlardır. Bu kiçik qan dövranı damarıdır. Cavab burada D variantıdır. Pavlova görə görmə analizatorunun 3-cü hissəsi. Gəlin baxaq. Pavlova görə analizatorun 1-ci hissəsi nədir? Bu kişiyə görə analizatorun 1-ci hissəsi nə olub? Pavlova görə 1-ci hissədə dayanıb reseptor. 2-ci hissədə dayanıb mərkəz. 3-cü hissədə də dayanıb işçi orqan. Yox, bağışlayın uşaqlar. Mən bunu bircə dəqiqə. Pavlov necə demişdi? Mərkəz deməyib bura. Bir dəqiqə. 1-ə deyib. Reseptor. Fikrim dairə şey tutdum. 2-yə deyib hissi yol və yaxud da sinir. Yəni xüsusi analizatorun siniri. 3-cü mərkəz. Söhbət bu mərkəzdən gedir. Pavlova görə 3-cü hissə, yəni mərkəz. Bunu Pavlov deyib bu arada. Seçenova görə, mən bayaqları Seçenova görə yazdım. Seçenova görə isə belədir. Belə başa düşdüm. Seçenova, Pavlova uyğunlaşdırmalıyıq. Birincidə duracaq reseptor. İkincidə duracaq mərkəz. Üçüncüdə duracaq, deməli, işçi orqan. Bu 9-cu sinif biologiya dərsliyində var. Deməli, Pavlova görə 3-cü hissədə duran bu mərkəz, Seçenova görə 2-ci hissədə dayanır. Cavab olacaq B variantı. 13. Palıtlıq meşəsinin neçənci yaruslarında yerləşən bitkilərin mayalanmasında suya ehtiyac var. Gəlin baxaq. Deməli, palıtlıq meşəsində 5 yarus var. Birinci yarusda 1, 2, 3, 4, 5. Birinci yarusda durur işıq sevən, hündür ağac bitkiləri. Orada mayalanmada su iştirak etmir. İkinci yarısda duracaq nisbətən cır, kölgəyə davamlı ağac bitkiləri. Orada da su iştirak eləmir. Üçüncü yarısda kollardır. Burada da su iştirak eləmir. Çünki üçü də örtülü toxumludur. Dördüncü yarısda həm örtülü toxumlular ola bilər, həm də qıcı kimilər ola bilər. Qıcılara görə, uşaqlar, qıcılara görə deyə bilərik ki, dördüncü yarısda, çünki bilirik ki, ali sporlu bitkilərin deməli mayalanmasında su iştirak edir. Qıcılara görə bunu götürəcək dördüncü yarısı. Beşinci yarısda da mamırlar dayanırsa, mamırlar varsa, deməli mamırlarda da olacaq. Su iştirak edəcək. Burada cavab D variantıdır. Sonra 14-cü suala baxaq. İnsanın simbiyoz yaşadığı canlılar. İnsanla yeganə simbiyoz həyat tərzi sürə bilən canlılar bakteriyalardır. Həmin bakteriyalarda insanın deməli, kör bağırsağın çıxıntısında, soxulcana bənzər çıxıntıda yaşayır və insanla yeganə simbiyoz yaşayan canlılardır. Və o canlılar ekariot deyirlər. Təbii ki, bakteriyadsa prokariotdur. Niyə aerobdur götürmürük? Çünki orada oksigen nə gəzir? Yəni, onlar anaerobdur. Bu səhvdir. Avtotrof deyirlər. Onlar deməli, saprofit heterotrofdurlar. Produsent də ola bilməzlər heterotrof olduqları üçün. Ona görə prokariotlardır. Sonra 15. Bilavasitə diopiteklərdən başlanğıc deməli götürmüşdür. Bildiyimiz kimi diopitek həmişə uşaqlara belə deyirəm, yadınızda saxlayın, qaş kimi. Gorillaya başlanğıc verilmişdir. Gorilla. Sonra avstralopitekə, bir dənə qısa sərgəsi yazıram. Bir də şimpanze. Baxaq. Deməli, gorilla, şimpanze, avstralopitek 2, 4, 6 olmaqla A variantı doğrudur. Sonra keçək növbəti suala. Şəkildə verilən canlı haqqında hansı fikir yanlışdır? Şəkildə verilən canlı hansı canlıdır? Bu, deməli, keçid formadır. Arxeopteriksdir. Lələkləri olub şəkildə də görsənir onsuz da bu. Çəngəl sümüyü vardı. Bunların həm quşlara oxşar əlamətləri var idi, həm də sürünənlərə. Bəli, bu quşlara oxşar əlamətidir. Uçmaq qabiliyyətinə malik idilər. Bunu burada saxlayıram.
Quyruq fəqərələri görürsüz, burada quyruğu var. Bu sürünənlərə aid oxşar xüsusiyyətidir. Dişlərə malikli, bəli, bu da sürünənlərin xüsusiyyətidir. Lakin bunlar uça bilmirdilər. Bunlar sadəcə ağacdan ağaca süzə bilirdilər. Çünki bunların döş dilləri də yox idi. Deməli, cavab orada oldu C. Müasir atda rudiment barmaqların sayı. Müasir atda hal-hazırda 4 ətraf var və rudiment inkişaf etmiş barmaq, əvvəl onu deyək. 4 inkişaf etmiş barmağı var. Hər ətrafda bir ədəd olmaqla. Deməli, 3-cü barmaq inkişaf edib. 3-cü inkişaf edib. 2 və 4 rudimentdir. Rudiment. 1 və 5 ümumiyyətlə deməli sıradan çıxıb da, yoxdur. 1-5 yoxdur. Sıradan çıxıb. Bizə deyir ki, rudiment barmaqların sayı. Deməli, hər ətrafda 2-ci və 4-cü olmaqla, hər ətrafda 2 dənə olmaqla 8 dənə rudiment barmağı var. İnkişaf etmiş barmaqların sayı da elə hər ətrafda 1 ədəd 3-cü barmaq inkişaf edib. Cəmi 4 ətrafı var. 8 çıxaq 4 çıxaq. Bu da eləyir 4. Deməli, 17-ci sualın cavabı olacaq. Neçə dəfə deyir? Hə, uşaqlar, neçə dəfə deyirsə, onda vəziyyət dəyişir. Niyə? 8 4-dən 2 dəfə çoxdur. 8-i 4-ə bölürük, eləyir 2. Aha, bu da olur A variantı. Sonra Lamarckın qradasiyasını əks etdirən təsnifat sxeminin 4-cü pilləsinə aiddirlər. Uşaqlar, Lamarckın qradasiyasını yaxşı əzbərləyin, oradan sual düşmə ehtimalı olduqca çoxdur. Ən çox bu pillədə canlıları yerləşdirmişdir. Orada da həlqəvilər var. Bığayaqlılar, həlqəvilər. Bir dəqiqə bunu işarələyim. Buna nə oldu? Aha. Və burada cavab olacaq, deməli, həlqəvilər cavabı. Sonra 19. Amin turşu mübadiləsinin pozulması zamanı meydana çıxan xəstəlik. Təbii ki, burada baxaq görək, cavab olacaq C variantı. Bu kitabımızda var bizim. Tirozinemiyadır. Bəli. Polidaktiliya çoxbarmaqlılıqdır. Bu amin turşu mübadiləsinin pozulması ilə baş verən xəstəlik deyil. Bu dominant autosom xəstəlikdir. Autosom xromosomla dominant keçən xəstəlikdir. Homosistriya vitamin çatışmazlığıdır. Leykoz da həmçinin mübadilənin pozulması ilə bağlı deyil. Deməli, leykoz gen sahə mübadiləsinə görə deməli, xromosomda sahənin 180 dərəcə çevrilməsidir daha doğrusu. Ateroskleroz arteriya damarlarının xolesterinlə tutulmasıdır. Burada cavab C-dir. Sonra 20-ci, yalnız kişilərdə ola bilər. Yalnız kişilərdə ola bilərsə, bu o deməkdir ki, bu yalnız kişilərdə olan Y xromosomu ilə ilişkili keçən xəstəlikdir. Yalnız kişilərdə ola bilər qulaqda tüklülük. Dərinin balıq dərisi kimi pulcuqlu olması da bura aiddir. 21. Virxovun kəşfi müasir hüceyrə nəzəriyyəsinin neçənci müddəasında öz əksini tapıb. Virxov nə demişdi? Demişdi ki, hüceyrələr ana hüceyrənin bölünməsi yolu ilə yaranır. Bir ana hüceyrədən 2 yeni qız hüceyrə yaranır. Ona görə də bu 3-cü müddəada öz əksini tapır, hüceyrələrin çoxalması. Bu da 9-cu sinif kitabında var. Ora gedib diqqətlə baxa bilərsiniz. Sonra baxaq, deməli, 22-ci suala. Təbiətdə qara siçovunun 2 əkiz növü yaşayır. Bu canlılar haqqında verilən fikirlərdən hansı doğrudur? Morfoloji kriteriyə görə onlar bir-birinə oxşayırlar. Morfoloji kriteriyadan olsa onlar bir növə aid edər. Bu fikir doğru deyil. Sonra xromosom sayları arasındakı fərq. Burada 6 səhv düşüb. O bircə dəqiqə. Xromosom sayları arasındakı fərq. Hə, ora baxıb ayrı-ayrı növə aid olduğunu demək olar. Aha, bir dəqiqə baxacaq ora. Cütləşikdə dölü nəsil verirlər. Xeyr, dölü nəsil vermirlər. Genetik kriteriyə görə fərqlənirlər. Bəli, genetik kriteriyə görə bunlar bir-birindən fərqlənirlər. Xromosom sayları bərabərdir, səhvdir. Bircə dənə burada B variantında isə kəmlik düşüb. Xromosom sayları arasındakı fərq. Aha. Burada da əslində onların xromosom sayları bir-birindən fərqlənir. Elə genetik kriteriya ilə müəyyən olunub ki, birinin 38, birinin 42 xromosom var. Burada nəsə uşaqlar bir sual da ola bilsin ki, burada gözdən qaçan məqam var. Mən bu testi yeniləmişdim əslində səhv olan məqamları. Ola bilsin ki, burada bunu dəyişməmişəm. Daha doğrusu köhnə versiyanı açmışam. Sonra 23. İnsan skeletində heç bir qurşaq sümüyü ilə bilavasitə birləşmə əmələ gətirmir. Aha.
Döş sümüyü çörpücü sümüyü ilə birləşir də. Ona görə bunu götürməyəcəyik. Çörpücü sümüyü gəlib birləşir. Bud sümüyü kürək sümüyü ilə birləşir, götürmürük. Qabırğalar deməli həm onurğanın döş fəqərələrinə, həm də birləşirlər döş sümüyünə. Bunlar qurşaq sümükləri deyil, onlar. Döş fəqərələri öz aralarında birləşirlər. Hətta onlara qabırğalar birləşir. Heç bir qurşaq deyil. Bunlar da olar. Bel fəqərələri yəni fəqərələr sadəcə bir-biri ilə birləşir. Bunlar da olar. Qurşaq deyil. Yəni fəqərələr aiddir onurğa sütununa və ya gövdə skeletinə. Bazu sümükləri. Bazu deyir ki, insan bazu kürəyə birləşir axı. O da qurşaqdır. Ona görə bunu da götürmürük. Cavab 3, 4, 5 olur. Sonra süddən başqa qida qəbul etməyən insanın həzm sistemində verilənlərdən hansılar baş verə bilməz? Deməli, bu insan süddən başqa heç bir qida qəbul etməyib. Onda süddə başqa qida qəbul etməyibsə, nişasta bitki mənşəli karbohidratdır. Nişastaya biz niyə orada rast gələk ki, bunu götürürük. Nişastanın parçalanması, yəni baş verməz. Sonra zualların parçalanması. Südün tərkibində süd zualları var. Bu proses baş verər. Bunu götürmürük. Qlikozanın parçalanması. Deməli, qlikozanın parçalanması ola bilər, bəli, südün tərkibində yox. Qlikozanın parçalanması bu da baş verməyəcək, baş vermir. Yağların parçalanması, süd yağları bəli parçalanar. Sellulozanın parçalanması bizdə baş verməz. Cavab olacaq. Mən bircə dəqiqə uşaqlar, bunu təzədən gedək. Çünki burada mən gah baş verməzi, gah baş verəri götürdüm. Baş verməz deyir. Deməli 1 baş verməz, 3 baş verməz, 5 baş verməz. Aha, belə indi götürəndə daha rahat olur. Əslində səhv bir şey deməmişdik. Çünki 2 baş verir və digərlər 4 baş verir. Bəli, 1, 3, 5 olacaq burada cavab. Sonra 3 eyni yumurta əkizi. 3 eyni yumurta əkizi deməli doğru ifadələr bizdən soruşur. 3 cifti var. Eyni yumurta əkizlərinin sayı neçə olsun, onların bir cifti var. Bu səhv fikirdir. Bu səhv fikirdir. Əmələ gəlməsində 2 qamət iştirak edir. Bəli, bir erkək, bir dişi qamət olmaqla. Bu düz fikirdir. Bütün əkizlərin həmişə sayı qədər göbək ciyəsi olur. Fərqi yoxdur. Eyni yumurta əkizidir və yaxud da müxtəlif yumurta əkizidir. 3 göbək ciyəsi olacaq. Bəli, 3 yumurta əkizidirsə. Sonra bir dəqiqə. Cinsiyyəti eyni olur. Burada 3 eyni yumurta əkizi deyil. Cinsiyyət bəli eyni olacaq. Qan qrupları fərqli olur. Qan qrupları eyni olur. Bir dəqiqə buna bax. 3 cifti var. Cifti olar səhvdir. Əmələ gəlməsi 2 qamət iştirak edir. Buna nə səhv qoymuşam? Bu düzdür. Deməli cavab burada olacaq 2, 3, 4. 26-cı suala baxaq. Biraz tələsik izah edirəm. Çünki hal-hazırda dərsim var. Hadisələrin meydana çıxdığı eraların davam etmə müddətlərinin artma ardıcılığı ilə düzün. Xemosintez arxeya erasında baş vermişdir. Bitki və heyvanların müasir görkəm alması, yəni ən son müasir görkəm alması hansı erada baş vermişdir? Bizə bu deməli olacaq axırıncı kaynazoy. Hüceyrələrin ixtisaslaşması. Bu proterozoy erasında artıq hüceyrələr ixtisaslaşmışdı. Proterozoy. Göz qapaqlarının meydana çıxması. Bu paleozoy erasında. Paleozoy. 4 kameralı ürəyin meydana çıxması mezozoy. Deməli, hal-hazırda davam edən kaynozoy erası ən qısa davam edən eradır. Ona görə biz 2-ni götürəcəyik. Sonra buradan gəlir davam etmə müddətinə görə mezozoy. Sonra gəlir oradan paleozoy. Sonra gəlir arxey. Bu arxeydir. Arxey. Ən çox davam etmə müddətinə görə proterozoydur. Yəni 3-ü qoyacağıq. Sonra 27 uyğunluğu müəyyən edin. Müəyyən edək. Mədənin əsas hüceyrələri, mədənin əlavə hüceyrələri, örtük hüceyrələri. Bu asandır. Gəlin baxaq. Deməli, mədənin əsas hüceyrələri təbii ki, mədənin əsas funksiyası həzmdir, fermentlər hazırlayır. Mədənin əlavə hüceyrələri selik hazırlayır. Mədən örtük hüceyrələri isə xlorid turşusu hazırlayır. İndi situasiyada baxaq. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və 28-30-cu sualları. Biologiya dərsi zamanı şagirdlər insanın fiziki fəaliyyəti zamanı sərf olunan enerji mövzusunu müzakirə edirlər.
Müəllim qeyd edir ki, insanın müxtəlif orqanları iş zamanı fərqli miqdarda oksigen və enerji tələb edir. Tutaq ki, bu sualın bəzənib düzənməsidir. Tutaq ki, bir insanın hüceyrələrində energetik mübadilənin son mərhələsində, yəni oksigenin parçalanma zamanı 12 mol süd turşusu tam parçalanmışdır. Biz də bilirik ki, energetik mübadiləyə 2 mol süd turşusu daxil olanda qlukozanın parçalanmasından yaranan 1 mol qlukoza parçalanır, 2 mol süd turşusu yaranır. 2 mol süd turşusu yaranır. Görək bizdən nə soruşur 28-də? 12 mol süd turşusunun tam parçalanması zamanı hüceyrədə neçə mol ATF sintez olunur? Bildiyimiz kimi 2 mol süd turşusu parçalananda, o həmin mərhələdə hüceyrədə orada əmələ gəlirdi 36 mol ATF. 12 mol parçalananda nə qədər əmələ gəlir? X. Buradan da 12-ni vuracaqsınız 36-ya. Bir də baxaq. 2 mol süd turşusunun tam parçalanması zamanı hüceyrədə neçə mol ATF sintez olunur? Bəli, buradan X-i artıq özünüz taparsınız. Sonra 29-cu sual. Bu proses zamanı neçə mol su ayrıldığını hesablayın. 2 mol süd turşusu parçalananda 42 mol su ayrılırdı. H2O. 12 mol parçalananda nə qədər alınır? Bunu da hesablayıb tapmaq olar. Süd turşusunun parçalanması hüceyrənin hansı orqanoidində baş verir? Təbii ki, bu süd turşusunun parçalanması özdə oksigenli parçalanma. Bu gedir mitoxondri. Mitoxondridə gedir və bu proses üçün mütləq hansı maddə? Təbii ki, oksigenin parçalanmadırsa oksigen lazımdır. Çünki orada oksidləşmə, reduksiya reaksiyaları baş verir. Əziz abituriyentlər, ümid edirəm ki, bu izahdan nəsə öyrənəcəksiniz və ola bilsin ki, mən burada texniki olaraq hardasa səhv buraxmışam. Deməli, mən insanam, robot deyiləm, hal-hazırda çox yorğunam. Əgər elə olduğu təqdirdə aşağıda yorumlarda xatırlatma eləyərsiniz. Ümid edirəm ki, heç bir texniki səhv olmayıb. Diqqətiniz üçün təşəkkür edirəm.